Hər vaxtınız xeyir, əziz izləyicilər, hər birinizi xoş gördük. Dünya çempionatı özəl çəkilişlərimiz davam edir. Bu gün də mən verilişimizin, buraxılışımızın bugünkü qonağı Anar Həsənovla birlikdə olacağıq. İkimiz dünən gecə, səhərə yaxın və dünən axşam baş tutan oyunları dəyərləndirəcəyik bir yerdə. Qeyd edeyim ki, Anar Həsənov da mənim kimi klub rəsmisidir. O hazırda Qarabağ futbol klubunun mətbuat xidmətinin əməkdaşıdır. Mən də bildiyiniz kimi Sumqayıt Futbol Klubunun əməkdaşıyam. Hər ikimiz bir yerdə bu dəfə yerli futboldan yox, dünya futbolundan, dünya kubokundan danışacağıq. Anar, xoş gəlmisən. Xoş gördük Zahir müəllim. Dəvətə görə təşəkkür edirəm. Çox sağ olun. Mən təşəkkür edirəm. Deməli, mövzuya girməmişdən əvvəl sənə bir sual verim. Mənə çox maraqlıdır bu. Çünki amma səmimi ol biraz, mənim özümdə də olur, ona görə soruşuram. Elə olurmu ki, məsələn, ölkə çempionatı davam elədiyi vaxtda hansısa bir hadisə baş verir, yəni nəsə bir maraqlı bir hadisə olur və bir jurnalist kimi səndə maraq oyanır, belə necə deyirlər, için yeyir ki, kaş mən klub rəsmisi yox, sərbəst olardım, bu mövzu ilə bağlı bir fikir bildirərdim. Olur elanlar. Bu çox olur. Çünki jurnalistikadan başlayıb, yəni idman jurnalistikasından başlayıb daha sonra klub rəsmisi olmaq, hansısa bir klubda çalışmaq istər-istəməz, yəni o jurnalistika fəaliyyəti burada təsir edir. Yəni hardasa bir hadisə olur və yaxud da oyun gedişatında hansısa bir hadisə baş verir və sən qarşı tərəfə sual vermək istəyirsən. Həmin bu mövzu ilə bağlı ki, sizin düşüncələriniz nədir? Amma artıq klubda çalışdığıma görə bu kimi mövzulara toxuna bilmirsiniz. Və eyni şeyləri mən də yaşamışam, amma yaxşı ki, indi belə bir imkanımız var. Dünya kubokundan bağlı rahat-rahat danışa bilərik. Sport Biraz kanalına, YouTube kanalına da təşəkkürümüzü bildirək ki, bizə belə bir imkan yaradıb. Necə deyərlər, dırnaq arasında qurtlarımızı öldürə bilərik. İndi isə keçək mövzumuza, qaydaq əsas məsələ. Deməli, dünən deyək də, bugün səhərə qədər 4 oyun oynandı artıq. Biz onu indi dünən kimi xarakterizə eləyəcəyik danışığımızda. 4 oyun oynandı. Fransa, Senegal, İraq, Norveç, Argentina, Əlcəzair və Avstriya, İordaniya oyunları. Anar, keçməmişdən əvvəl qeyd edeyim ki, bəlkə də yeganə bir oyun günü idi ki, demək olar ki, sürpriz nəticə qeydə alınmadı. Favorit göstərilən komandalar hamısı üstün oynadı, rahat qələbə qazandılar. Mbappe 2 gol vurdu, Holland 2 gol vurdu, Messi 3 gol vurdu. Yəni, gözəl bir futbol gecəsi izlədik, gözə xoş gələn, maraqlı oyunlar, bol gollu. Lap əvvəldən Fransa-Senegal oyundan başlayaq. Bu maçla bağlı nə düşünürdün, nəticəni necə gözləyirdin, sən gözlədiyin kimi oldu mu? Açığı belə deyim ki, Fransa millisi onsuz da mundiala başladığı dövrdə belə, yəni bir çox adamların favorit olaraq, yəni dünya çempionu adına favorit olaraq gördüyü milli komandaydı. Ona görə hansısa bir sürprizin olacağını həqiqətən də bu oyunda gözləmirdim. Nəzərə alsaq ki, Senegal millisi özü də belə də pis milli deyil və yaxşı heyətə malik milli komandadır. Amma Fransadakı oyunçuların yüksək səviyyədə olması, yəni zaten Argentina ilə final oyunundakı o Fransa millisini yəni yenə də meydanda gördük deyə bilərik. Ona görə də Senegal millisinin eləyə biləcəyi çox şey yox idi. Buradakı Mbappe faktoru düzdür. Mbappe Real Madriddə keçəndən sonra bir qədər geri plana düşsə də milli komandada yenə də əvvəlki o Mbappeni göstərdi və mənə elə gəlir ki, bu mundialda Fransa əvvəlki mundiallara nisbətən yenə daha yaxşı təsir bağışlayacaq və mənə elə gəlir ki, hələ də... Yəni, obrazlı şəkildə belə ifadə edə bilərik ki, Mbappe də Fransada 2022-ci il Qətərdə qaldığı yerdən dayanmadan davam edirlər. Orada da hat-trick eləmişdi finalda Mbappe, bu dəfə dubl ilə yadda qaldı. Fransa orada hərçənd məğlub olmuşdu, amma gözəl oyun göstərmişdi. Bu gün də çox rahat, çox gözəl oyun göstərdi və komanda qələbə qazandı. Fransanın hücum xətti haqqında danışmaq istəyirəm. Yəni, çox rəngarəng, çox möhtəşəm bir komandadır. Təsəvvür edin ki, yəni Usman Dembeleni çıxardırsan, Barkolanı salırsan, Ryan Cherki salırsan. Bunlar hələ ehtiyatda olan oyunculardır. Sənin ilk 11-ində Olise var, Doué var, Mbappe var, yarım müdafiədə Rabiot və Tchouameni var. Yəni, çox möhtəşəm. Müdafiə xətti də gözəl, Saliba, Koundé, Hernandez qardaşları, yəni çox gözəl heyəti var, alternativlər var, hər mövqe üzrə ən az 2-3 oyuncu var, bəzi universal oyuncular var ki, bir neçə mövqedə komanda yoldaşını əvəzləyə bilir. Yəni gözlənilən bir qələbə idi. İraq-Norveç oyunu gecənin ikinci matçı idi və Norveç komandası da İraq millisi debutant deyil, daha əvvəl 70-ci illərdə səhv eləmirəmsə iştirak edib dünya çempionatında, amma uzun illərdir iştirak eləmirdi. Asiya futbolu hərçənd hamımız bilirik ki, bir qədər Avropa və Cənubi Amerika futbolundan geri qalır. Bu oyunda yəni belə bir böyük hesablı qələbəni gözləyirdinmi?
Açığı gözlənilən idi. Çünki İraq millisi o qədər də yəni nə favorit deyildi, nə də hansısa bir sürpriz yarada biləcək milli gözündə görülmürdü. Çünki heyət də o qədər yaxşı heyət deyil və Norveçdəki futbolçuların təkcə yəni Hollandın belə olması məncə İraq millisinə qarşı yaxşı oyun sərgiləməyə kifayət eləyir. Çünki Manchester City-də Hollandın etdikləri zaten bu oyunda da nələrin baş verəcəyini bir nöqtədə siqnal verirdi zaten. Və hesab da məncə tam normal idi. Hətta mən 1-2 top daha artığını gözləyirdim ki, bəlkə də oyunun gedişatında hansısa bir dəyişikliklər ola bilər. Çünki İraq millisi nə taktiki gedişat baxımından, nə də fiziki göstəricilər baxımından Norveçə məncə yaxın dura biləcək bir komanda deyildi və qrupun digər oyunlarında da inanmıram ki, hansısa bir sürpriz nəticənə yadda qalsınlar. Norveçi də minimum ikinci yerdə bitirəcəyini düşünürəm. Minimum digər rəqiblərə nisbətdə. Bu dünya çempionatında, bu dünya kubokunda bir neçə oyunçu var ki, xüsusi ulduzlar var ki, komandalarının belə demək mümkünsə fövqündə dayanıblar. Yəni sırf dünya ulduzu kimi artıq bu dünya kubokuna gəliblər. Bunlardan Mbappeni qeyd elədik. Bunlardan biri də Hollanddır. Mbappenin dubl elədiyi oyundan sonra Hollandın da 2 gol vurmağı gözlənilən idimi sizcə? Yəni bu komandaları bir kənara qoysaq, bu ulduz futbolçuların arasındakı qiyabi fərdi mübarizə səncə növbəti turlarda davam eləyəcəkmi? Yəni əslində belə deyə bilərik ki, bu mundial mənə görə yəni nəsillərin bir-birinə ötürməsi olaraq gəlir. Çünki bir tərəfdə Lionel Messi və Ronaldo arasındakı mübahisə, daha doğrusu hazırda baş verən o hallar və Mbappe, Holland, Bellingham bu kimi ulduz futbolçuların arasında olan bu mübahisələr var. Yəni futbolda özünü daha yaxşı tərəfdən göstərmək məsələsi var. Hansı ki indi hazırda Mbappe və Holland elə bir dövrdədirlər ki, ikisi də bir-biri ilə çox mübarizə aparırlar ulduz olmaq baxımından. Hər ikisinin də bu oyunda 2 gol vurması onu göstərir ki, bunlar artıq bir-birlərinə qarşı prinsip aparırlar və özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Lakin burada bir məsələ var. Mbappe Real Madriddə özünü tam olaraq göstərə bilməmişdi. İndi dünya çempionatıdır və artıq burada Fransa millisini də özündə yaxşı göstərməyə çalışır. Amma Holland elə deyil. Holland mənə görə stabil futbol oynayan futbolçudur. İstər Manchester City-də olsun, istər millidə hər zaman komandanın lideri olmağı bacarır və komandanı daha yaxşı mövqeyə daşımağı bacarır. Düşünürəm ki, Mbappe'nin yox da Hollandın milli komandadakı performansı daha yüksəkdir mənə görə. Gəl biraz hadisələri qabaqlayaraq sənə bir sual da verim. Biz nəsillər arası mübarizədən danışdıq. Həm Ronaldo, Messi qiyabi mübarizəsi, həm Holland, Mbappe qiyabi mübarizəsi. Artıq biz bu adlarını sadaladığımız oyunculardan 3'ü artıq meydana çıxıb. Biz birazdan indi Argentina-Cəzair oyunu haqqında danışacağıq. Bir balaca qabaqlayım ki, Messi də oyunda hat-trick elədi və növbə bu gecə baş tutacaq oyunda Ronaldoya çatır. Portuqaliya millisi də meydana çıxacaq. Mən sualım nədir? Yəni sən necə düşünürsən? Bu oyuncuların fərdi qiyabi mübarizələri yekunda onların komandalarının xeyrinə işləyən amildir, yoxsa zərərinə mi işləyə bilər? Yəni futbol əslində elə bir idman növüdür ki, burada fərdi göstəricilərdən daha çox kompakt komanda oynayan tərəf qələbə qazanır hər zaman. Misal üçün mənə elə gəlir ki, Cristiano Ronaldo tək başına sadəcə Portuqaliya millisini daşımağa çalışacaqsa əgər, Portuqaliya millisi çox uzağa gedə bilməyəcək. Çünki Portuqaliya millisi əslində hazırki vəziyyətdə ən stabil və ən yaxşı heyətlərdən biridir. Yarım müdafiə xətti bəlkə də dünya çempionatında, 2026 dünya çempionatında ən yaxşı orta xəttlərdən biridir. Qaydacağıq. Portuqaliyanın oyununu danışanda bunu ətraflı qeyd edəcəyik. Və orada hazırki vəziyyətdə Ronaldo tək başına oyunu üzərinə götürməyə çalışsa, mənə elə gəlir ki, Mbappe, Holland və Messinin elədiklərindən daha aşağı səviyyədə olacaq. Çünki yaş nisbəti də istər-istəməz təsir eləyəcək. Messi Ronaldo'dan eyni yaş sırasında ola bilər, amma yenə də Ronaldo'nun yaşı daha yüksəkdir və fiziki göstəriciləri əvvəlki kimi deyil. Bu baxımından yəni nə qədər mübarizə aparmağa çalışsa da sırf Ronaldo bu aspekt tərəfdən yaxınlaşsa ki, Messi hat-trick eləyib, mən də bunu etməliyəm və mən də öz ulduz performansımı göstərməliyəm. Bu komandaya çox təsir eləyə bilər deyə düşünürəm. Amma digər tərəfdən düşünürsən ki, fərdi mübarizə komandalara daha çox zərər vuracaq, nə ki, xeyir olacaq. Bəli. Aydındır. Və gələk gecənin ən maraqlı oyunlarından birinə, Argentina-Cəzair matçı. Cəzair Afrika futbolunun öndə gedən komandalarından biridir. Daha çox Afrika futbolundan daha çox Avropa futboluna yaxın bir
oyun üslubları var, şən futbol oynayırlar, yaxşı futbolçuları var. Fərdi adlı olaraq Bentaleb var, Mahrez var. Qapıda Luka Zidan var. Hərçənd dünən ikinci qolda onun səhvi var idi. Əlindən buraxdı o topu. Məşhur Zinedine Zidanın oğlu və onların rəqibi sonuncu dünya çempionu və o son 4 ildə heyətin daha da gücləndirilmiş Argentina yığması var idi və Argentina yığmasının şəksiz və nəinki təkcə Argentina yığmasının dünya futbolunun bəlkə də bir nömrəsi şəksiz ulduzu Lionel Messi. Ki Messi bu oyunda hat-tricklə yadda qaldı. Komandasının ilk oyundakı qələbəsinə çox böyük töhfə verdi. Yəni təkcə qolları yox, həm də mən oyuna baxırdım. Yəni sırf Messiyə görə yəni yuxuma haram qatdım belə deyə. Həqiqətən baxmalı oyun idi. Messi təkcə qollarla yox, açar ötürüm verdiyi kilit paslarla olsun, asistlik ötürmələri var idi ki, komanda yoldaşları boşa verdilər. Topa sahib olma, oyunu yönləndirmə, komandanı idarə etmə çox möhtəşəm çıxış elədi. Yaşına rəğmən çox möhtəşəm çıxış elədi. Bu oyun haqqında nə düşünürsən? Ümumiyyətlə oyunun gedişatı haqqında. Belə başlayım ki, əslində dünya çempionatı başlamamışdan öncə bütün milli komandalar haqqında, bütün ulduz futbolçular haqqında çox şayiələr gəzdi, çox söhbətlər oldu. Hamı milli komandalar haqqında fikirlər bildirdi. Amma bu dəfəki mundialda Lionel Messi və Argentina sanki çox arxa plana atılmışdı. Yəni heç demək olar ki, onlar haqqında nəsə danışılmırdı. Bilmirəm, bəlkə ola bilər ki, daha öncəki dünya çempionatının qalibi olduqlarına görə artıq onlar haqqında heç kim nəsə düşünmürdü ki, bəlkə də artıq dünya çempionu olublar, o qədər də hansısa bir yüksək performans olmayacaq. Amma dünənki oyundan yəni göstərdilər ki, həqiqətən də heç də yəni arxa plana atılmayacaq və bu mundialı da ciddiyə alırlar. Messi'nin komandada olmağı zaten başdan göstərirdi ki, yəni komanda hər an hər şey eləyə bilər. Mən açığı sürpriz gözləyirdim. Mən düşünürdüm ki, bu oyunda Argentina millisi bəlkə də biraz zəif təsir bağışlaya bilər. Hardasa heç-heçə falan gözləyirdim. Səudiyyə Ərəbistanı qəzasını təzədən gözləyirdim. O hadisəni gözləyirdim. Çünki Argentina millisi belə şeyləri çox göstərir. Bəzən mundialın əvvəlində, bəzən ortasında heç gözlənmədiyim imzanda məğlubiyyətlə qarşılaşır ya da ən azından heç-heçə eləyir və elə bir anda xal itkisi ilə üzləşir ki, deyirsən ki, yəqin ki, ya qrupdan çıxa bilməyəcəklər, ya da hər hansısa bir hadisə baş verəcək. Messi'nin yaş faktorunun əslində bu oyunda demək olar ki, yəni özünü göstərmədi. Yəni sanki Lionel Messi cavanlıq illərindəymiş kimi oyun sərgilədi. Çünki bu yaşda hat-trick eləmək özü bir necə deyim, yüksək səviyyəli futbolçu yəni yüksək səviyyəli futbolçuyam anlayışı yaradır. Və mənə görə də Messi'nin dünənki oyunda bu qədər ön plana çıxmağında da komanda yoldaşlarının da təbii ki təsiri var. Onlar da yəni belə götürsək ki, Messi bəlkə də son dünya çempionatını keçirdir. Onlar da istəyirlər ki, bəlkə də Messi yəni karyerasının son dünya çempionatında özünü yaxşı tərəfdən göstərsin. Mənə elə gəlir ki, Argentina qrup mərhələsini rahatlıqla keçə bilər. Yəni dünən göstərdikləri oyunu nəzərə alsaq, məncə qrup mərhələsini çox rahatlıqla keçə biləcək. Belə bir söhbət var idi. Dünya mətbuatında tez-tez rast gəlinirdi ki, bəs Messi sırf bu dünya çempionatında daha yaxşı çıxış eləmək üçün, daha yaxşı uyğunlaşma, yəni adaptasiya problemlərini yaşamamaq üçün əvvəlcədən Amerikaya transfer oldu, ABŞ-a transfer oldu. Həm o saat fərqini aşsın, həm ab-havanı görsün, həm o iqlimə öyrəşsin. Yəni sən necə düşünürsən, Messi'nin məhz MLS-də, Amerika liqasında oynamağının təsiri varmı bugünkü yəni yüksək səviyyəli çıxışına? Təbii ki, yəni ən azından Amerikada çıxış etmək, orada oynamaq, stadionlara, istər otortüyünə adaptasiya olsun, oranın hava şəraitinə olsun. Bu kimi təsirlər yəni sadəcə dünya çempionatı üçün deyil, dünyanın harasında olursa olsun, bu təbii ki müsbət bir göstəricidir. Yəni belə deyim ki, Azərbaycanlı bir futbolçunun Azərbaycanda oynamağı gedib legioner həyatı yaşamağından daha rahatdır. Çünki buradakı o stadionların rahatlığını falan daha yaxşı bilir. Bu da mənə elə gəlir ki, Messi'nin yaxşı oyun göstərməsinə, yəni yəni yaxşı oyun göstərməsi üçün bu lazımlı olan bir şeydir və amma inanmıram ki, bu təsir edən faktorlardan biridir sadəcə. Bəli, amma inanmıram ki, yəni Lionel Messi bunu daha öncədən fikirləşmiş olsun ki, dünya çempionatında daha yaxşı oynamaq üçün mən gedib MLS-də çıxış eləməliyəm, Inter Miami-də oynamalıyam və s. Bu kimi şeylərin yəni məncə şayəddir. Yəni bu kimi şeylər aydındır. Və gecənin son oyunu var idi. Biraz digərlərinə baxanda diqqətdən kənarda qaldı.
Avstriya-Yordaniya oyunu. Burada da gözlənilən nəticə demək olar ki, qeydə alındı. Avropa komandası Avstriya Avropanın orta bablarından, möhkəm komandalarından biridir. Yordaniya isə Asiya Konfederasiyasından gəlib, dünya çempionatına vəsiqə qazanıb və Avstriya 3-1 hesablı qələbə qazandı. Mənə elə gəlir ki, bu oyun haqqında çox da ətraflı danışmağa ehtiyac yoxdur. Gözlənilən nəticə idi, gözlənilən bəlkə də hesab idi və əsas məsələ keçək bu günün deyək də, bu günün və gecənin oyunlarına. Səhərə qədər bizi yenə bir-birindən maraqlı oyunlar gözləyir. Portuqaliya, Kongo Demokratik Respublikası oyunu çox maraqlı gözlənilir. Xüsusilə bayaq qeyd elədik, Mbappe, Holland və Messinin fərdi yüksək səviyyəli çıxışından sonra Portuqaliya, Kongo oyununda Ronaldo necə çıxış edəcəyi çox maraqlıdır. Sən biraz əlavə elədin, indi yenə qayıdacağıq o mövzuya ki, Portuqaliya yığmasını təkcə Ronaldodan ibarət deyil. Çox yüksək səviyyəli oyunculardan qurulub. Həm bütün xətlər üzrə həm müdafiə, həm yarım müdafiə, həm hücum xəttində yaxşı alternativlər var. Hətta mən deyərdim ki, yarım müdafiəsinə görə bəlkə də dünya çempionatındakı ən yaxşı komandadır. Orada Bruno Alves, Bruno Fernandes var, üzr istəyirəm. Sonra Neves var orada. PSG ilə Çempionlar Liqasının qalibi oldu. Müdafiə xəttində Nuno Mendes var. Leao var hücum xəttində və çox güclü Bernardo Silva var. Yəni çox güclü heyəti var komandanın. Gəl oyunu dəyərləndirək. Səncə, əvvəlcə sualı belə verim, ondan sonra ümumi oyun haqqında danışaq. Ronaldo məsələn tutalım ki, istəmərəm elə bir şey olsun təbii ki, amma deyək ki, oldu həyatda. Zədələndi məsələn, mikrozədəsi var, start başlaya bilmir. Ronaldo'nun olmamağı bu komandanın performansına necə təsir eləyər? Ronaldo olsa necə təsir eləyər? Açığı belə deyim ki, mənə elə gəlir ki, ilk oyun olduğuna görə ola bilər ki, Ronaldo ümumiyyətlə ya əsas heyətdə başlamasın, ya da oyuna sonradan qoşulsun. Bu mənə elə gəlir ki, həm yaş faktoruna görə, həm hazırki komandanın daha yaxşı vəziyyətdə olmasına görə ola bilər ki, yəni Ronaldoya üstünlük verilməsin. Deyəlim ki, oyuna əsas heyətdə başladı və sonradan zədələndi. Açığı bu biraz, yəni mənə görə Portuqaliyanın əslində xeyrinə də ola bilər. Və az öncə dediyim kimi, yəni Ronaldo biraz fərdi keyfiyyətlərinə üstünlük verməyə çalışacaq ki, Messidən geri qalmasın və qol vursun. Amma belə olan halda istər-istəməz dünya futbolunda olduğu kimi də milli komandada da kompakt oyun əgər olmasa, sırf bir futbolçu özünün fərdi keyfiyyətlərinə üstünlük verməyə çalışsa, komandanın oyununun mənfi tərəfindən çox, yəni öz nəticəsini göstərə bilər. Hansı ki, dediyimiz kimi Portuqaliya millisi bəlkə də dünya çempionatındakı ən yaxşı yarım müdafiə xəttinə sahib komandadır və oradakı futbolçuların keyfiyyətlərinin yüksək olması istər-istəməz Portuqaliya üçün müsbət amildir. Və belə götürsək, hazırda Portuqaliya millisində ümumiyyətlə oynayan futbolçuların demək olar ki, yarısından çoxu bir komandada çıxış edən futbolçulardır. Diego Dalot, Bruno Fernandes, ikisi Manchester United'da birlikdə oynayırlar və bir-birlərini çox yaxşı başa düşürlər. Və gözləyirəm ki, onlar Nuno Mendes, Neves, bunlar da Neves, bir də yarım müdafiədə bir nəfər var. Bunlar da PSG-də oynayırlar, bunlar da bir yerdədirlər. Bir yerdə oynayırlar və istər-istəməz komanda oyununa çox yaxşı mənada təsir göstərir. Ona görə də düşünürəm ki, Portuqaliya elə də çətinlik çəkməyəcək, amma dediyim kimi, əgər Ronaldo əsas heyətə üstünlük verilsə, bu bir qədər məncə digər futbolçulara təsir eləyə bilər və komandanın motivasiyasını bir qədər aşağı sala bilər. Çünki hazırda Portuqaliya millisinin hücum xətti, Ronaldosuz Portuqaliyanın hücum xətti məncə yetəri qədər yaxşı təsir bağışlayır. Sən danışıqlara qulaq asdıqca yadıma bir şey düşür. 2022-ci dünya çempionatı vaxtı Argentina millisi ilk oyunda Səudiyyə Ərəbistanına məğlub oldu. Messi penaltini vura bilmədi və biz hazırda da dünya çempionatının ölkəmizdə rəsmi yayımçısı İctimai TV-nin efirində qonaq idim mən və çox iddialı fikirlər səsləndirmişdim ki, biraz da yəni əsəbləşmişdim. Mən özüm Argentina azarkeşiyəm, onu da mütləq vurğulamalıyam və çox əsəbi idim oyundan sonra və iddialı fikirlər səsləndirmişdim ki, bütün komanda Messiyə işləyir, Messi bu komandaya mane olur, imkan vermirlər digər oyuncular nəsə eləsinlər, hamı hər şeyi topu ayağına alan Messini axtarır, Messini tapır, üstəlik də penaltini vura bilmir və biraz emosional bir çıxışın sonunu belə bitirmişdim ki, yəni nə qədər ki Messi Argentina millisindədir, Argentina millisi heç vaxt dünya çempionu ola bilməyəcək. İlk oyundan sonra verdiyim bir açıqlama idi və
Elə oldu ki, dünya çempionatı davam edən ərəfədə Messi də komandada toparlandı bir yerdə və xüsusilə də Messinin yəni yüksək səviyyəli çıxışı sayəsində komanda dünya çempionu oldu və 4 il o videolarım mənim paylaşıldı, linç yedim. Yəni Ronaldo haqqında çox iddialı danışırsan, ümid edirəm ki, yəni sonradan mənim başıma gələn bu kuryoz hadisə sənin də başına gəlməsin. Mən özüm Portuqaliya millisinin azarkeşliyiyəm. Yəni demək olar ki, eyni mənim vəziyyətim. Bəli, həmin vəziyyət yaranıb. Amma belə bir şey deyim ki, ürəyin yanır, ona görə danışırsan belə. İstəyirəm ki, yəni həqiqətən də belə deyim də, dünya futbolunun Cristiano Ronaldoya əslində bir dünya çempionatı kuboku borcu var. Bu danılmaz bir şeydir. Çünki Messi borcunu aldı. Bəli. İndi sıra Ronaldo'dadır. Amma belə bir şey var. Portuqaliya millisinin son yoldaşlıq görüşündə Cristiano Ronaldo'nun tək başına rəqib komandanın qapısına yol tapmağa çalışdığı epizodların hər birinə ayrı-ayrılıqda baxmışam. Və hər birində hansı ki oyunu öz üstünə götürməyə çalışıb, topların demək olar ki, əvvəlki Ronaldo'dan əsər yoxdur. Aydın məsələdir. Yaş faktoru var, iştirak etdiyi çempionat var, daha çox yüksək rəqabətli Avropa liqaları səviyyəsində olan bir liqada oynamır. Yaş ötür, öz sözünü deyir, biraz çətin olacaq. Mən də düşünürəm ki, yəni Ronaldo burada ola bilər start başlayar, ola bilər sonradan meydana daxil olar, amma istənilən halda Ronaldo əgər o dünya kubokunu qazanmaq istəyirsə, daha çox komanda yoldaşlarının köməyindən istifadə eləməlidir. Yəni bu demək deyil ki, top kimin ayağındadır, mütləq məni tapsın, yox. Əksinə, yəni komanda şəklində bu dünya kubokunu qazansalar, istənilən halda bu Ronaldo'nun aktivinə yazılmış bir şey olacaq. Mən bir də burada Roberto Martinez faktorunu mütləq vurğulamalıyam. Biz ilkin dünya kuboku ilə başlamamışdan bir həftə əvvəldən biz çəkilişlərə başladıq, qrupları analiz edirdik. Orada da demişdim, yenə də təkrar eləyəcəm. Mənə görə Portuqaliyanın belə demək mümkünsə risk amilləri içində Ronaldo'dan da çox Roberto Martinez amili mütləq şəkildə qeyd olunmalıdır. Bu məşqçi yəni buna yəni Avropa futbol literaturunda ictimaiyyəti arasında hər kəs tez-tez səslənən bir ifadədir ki, bu Belçikanın qızıl nəslini məhv edən baş məşqçidir. O Belçikanın möhtəşəm bir nəsli var idi ki, artıq sona çatır, bir neçə oyunçu qaldı o nəsildən ki, heç nə qazana bilmədi o komanda ilə, heç bir şey əldə edə bilmədi. Halbuki çox yüksək potensialı var idi o komandanın. Yəni indi də Portuqaliya millisinin baş məşqçisidir. Bilmirəm, yəni mənə elə gəlir ki, Roberto Martinez'dəki o winner ruhu yoxdur. Bəlkə də indi yenə sırf mənim fikirlərimi səhv çıxartmaq üçün dırnaq arasında komandanı çempion eləyəcək Roberto Martinez tək olsun. Mən də istəyirəm ki, Ronaldo da dünya kubokunu qazanan futbolçular sırasına qoşulsun. Tək ki, mənim fikirlərim yanlış çıxsın, amma dediyim kimi, mən burada Ronaldo'dan çox Roberto Martinez'i risk amili kimi dəyərləndirirəm. Ümumilikdə isə ilk oyun Kongo, İspaniya məsələn Cabo Verde oyunu haqqında da danışarkən deyirdi ki, Cabo Verde də Afrikanın zəif ölkələrindən biridir, amma oyun 0-0 qutardı, heç kəsin gözləmədiyi bir hesab nəticə idi. İndi də yəni Konqonu da çox belə arxa plana ata bilmərik. Bu dünya kuboku bizə çox sürprizlər göstəribdi, çox maraqlı nəticələr görmüşük. Yəni deməzdim ki, Portuqaliyanın işi çox rahat olacaq, Konqoda da rəqib belə yox. Amma istənilən halda bir addım, ən azından 1,5 addım bəlkə də öndə görünür. Yetər ki, bu Roberto Martinez amili, Ronaldo amili komandanın əleyhinə işləməsin. Qalan hallarda yaxşı olacağını düşünürəm. Və günün ikinci və ən önəmli məncə matçı, çox vacib matçdır. Bəlkə də yəni 4-1 finalda, yarım finalda izləyə biləcəyimiz bir oyundur. Hansı ki, 2018-ci il Dünya Kubokunun səfərəmsi yarım finalında bu komandalar qarşılaşmışdı. İngiltərə, Xorvatiya. Yəni çox möhtəşəm bir oyun gözləyirəm. Bir taktiki mübarizə gözləyirəm. Demərəm ki, bol qollu, şən bir oyun görəcəyik yox, amma futbol olaraq maraqlı bir futbol gedişləri, taktik gedişlər filan maraqlı bir oyun gözləyirəm. Xorvatiyada Luka Modric onun üçün də demək olar ki, sonuncu dünya kubokudur. 2018-ci ildə 8 il bundan qabaq o komandanısını tək başına finala qədər aparmışdı. Sadəcə finalda Fransaya məğlub oldular. İndi isə yenə çalışır ki, biraz da yaşlı vaxtında komandada təcrübəli oyuncular çoxdur. Təcrübəli həm də yaşlı oyuncular çoxdur. Elə həmin nəsil demək olar ki, son akordlarını yaşayır. Bir neçə futbolçu buradadır. İngiltərə isə çox mübahisəli bir şəkildə gəldi Dünya Kubokuna. Xüsusilə də baş məşqçinin Tuchel'in seçimləri çox müzakirə olundu. İndi yenə məsələn heyətdə bir zədəli oyunçu oldu. Onun da yerinə yenə mərkəz müdafiəçisi çağırdı. Xüsusilə cinah oyunçuları ilə bağlı seçimləri çox müzakirə olundu. Formada olan oyunçuları çağırılmamağı,
Foden olsun, Palmer olsun bu oyuncuları çağırmadı. Formada olmasa belə adları olan oyuncuları da çağırmadı. Və yaxud da Gibbs White məsələn Premier Liqada çox yaxşı mövsüm keçirmişdi. Onu da çağırmadı. Yəni özünün bir belə demək mümkünsə də bir nüvə heyəti var. O oyunçularla gəldi və vurğuladı ki, mənim üçün adlar önəmli deyil. Mənim üçün əsas məsələ komandamın uğurlu və bir yerdə oynayan oyunculardan ibarət olmasıdır ki, uğurlu çıxış eləsin. Necə düşünürsən? Oyunda favorit kimi görürsən? Oyundan gözləntin nədir? Ümumi belə götürsək, hazırda İngiltərə-Xorvatiya oyununda hansısa bir millinin favorit olduğunu qeyd eləmək məncə düzgün olmaz. Çünki hər iki komanda çox yüksək səviyyəli futbol sergiləyən komandalardır. Hansı ki, belə götürək ki, İngiltərə millisi əslində dünya çempionu ola bilər. Nəyə görə? Çünki əvvəlki illərlə nisbətdə ən yaxşı formasındadır. Amma dediyimiz kimi Cole Palmer kimi futbolçunun milli komandada olmaması, yəni xatırlayıram ki, daha öncəki çempionatlarda da Cole Palmer millinin heyətində, yəni əsas heyətində olmadı. Yəni hər dəfəsində yəni gözləyirdi. Yəni daha çox azarkeşlər də tənqid edirdilər ki, Cole Palmer kimi futbolçunun yəni ehtiyat heyətdə oturması heç də doğru deyil. Çünki Cole Palmer həqiqətən də oyuna girdiyi dəqiqələrdə fərqlənməyi bacaran bir futbolçuydu. İndi də bu kimi ulduz futbolçuların heyətə dəvət olunmaması həqiqətən də biraz yəni düşündürücü tərəfdir. Üzr istəyirəm, sözünü kəsirəm. Burada bir müdaxilə etməliyəm. Bəlkə də elə sırf ona görə çağırmır. Məsələn, bunun oyun sistemi fərqlidir. Öz stat heyətinə fərqli adları görür bu baş məşqçi və düşünür ki, mən Palmeri, Fodeni çağırıb ehtiyatda oturdanda özləri komanda daxilindəki atmosferi körləyə bilərlər, kənardan təzyiqlər ola bilər. Ümumiyyətlə heç çağırmayım ən yaxşısı. Bu amillər rol oynamış ola bilərmi? Təbii ki, bu amillər ola bilər. Yəni məşqçilərin çünki həqiqətən də düşüncə tərzi tamamilə fərqli olur. Yəni azarkeşlərin düşüncə tərzi, onların oyuna baxış bucağı ilə məşqçilərin oyuna baxış bucağı, oyunçudakı performansı görmək tam fərqli şeylərdir. 100%. Yəni məşqçi ola bilər ki, Phil Foden'da, Cole Palmer'da nəsə görməmiş ola bilər. Amma biz uzun illərdir əgər futbola baxırıqsa və bu gənc futbolçuların da həqiqətən performansına, yəni az çox bələdiyik və bu iki futbolçunun yəni yoxluğu mənə elə gəlir ki, çox böyük təsir eləyəcək. Çünki sənin ehtiyat oyunçular skamyanda sənin həqiqətən vəziyyətdən çıxaracaq futbolçular mütləq olmalıdır. Yəni mənə elə gəlir ki, o iki futbolçunun ən azı ehtiyat skamyasında olmağı yəni mütləq lazım idi. Çünki sən artıq yəni qarşında Xorvatiya kimi bir komanda var və Xorvatiya heç də zəif deyil, heyəti də zəif deyil. Doğrudur. Hansı ki, elə Modricin orada olmağı belə bəs eləyir. Yəni rəqibin kimliyindən asılı olmayaraq yaş fərqi var təbii ki, amma onun da Messi kimi, Ronaldo kimi daha öncəki futbol anlayışı bu oyunda da öz təsirini göstərə bilər. Yəni bu üç futbolçunun belə milli komandada olması, yəni rəqib üçün hər an təhlükədir. Ona görə də mən elə gəlir ki, İngiltərə Xorvatiyanın oyunda hələ belə deyim də öz oyununu tapmağa çalışacaq. Mən düşünmürəm ki, İngiltərə millisi çox da belə yüksək mübarizə göstərə biləcək. Ola bilər futbol İngiltərədə yaranmış ola bilər, kompakt bir futbol oynamağa çalışacaqlar. Amma biz dünya çempionatı başlayandan bu yana elə şeylər gördük ki, elə bir yəni nəticələr gördük ki, baxdıq ki, yəni həqiqətən də əsas məsələ heyətdə sənin heyətində necə futbolçuların olması məsələsi deyil. Səni necə futbol oynatmağından asılıdır. Doğrudur. Yəni 0-0 bitən maçların İspaniya millisinin misal üçün 0-0 bitirdiyi maçda İspaniya millisindəki adlar, yəni normalda deyirdim ki, İspaniya millisi bu oyunda ən az 3 dənə, 4 dənə vuracaq. Amma nə qədər hücum eləsələr də rəqib sırf müdafiə anlayışlı futbol oynadığına görə heç nə dəyişmədi. Yəni oyun neçəcə bitdi və bütün dünya mənə elə gəlir ki, şokdaydı. Yəni çünki İspaniya millisindən hamı çox şey gözləyirdi. İndi də çox azarkeş, Azərbaycanda çox sayda azarkeşlər var ki, İngiltərə millisini, yəni çempionluğunu gözləyirlər. Çünki əvvəlki illərə nisbətdə daha yaxşı heyətə maliklər, gənc oyunçuları var və dünya futbolunda da adları bəlli olan futbolçulardır. Amma dediyim kimi qarşıda Xorvatiya millisi varsa mütləq, amma mütləq yəni əlində nə varsa, hansı silahlar varsa onların hər birini istifadə etmək lazımdır. Mənə elə gəlir ki, əgər hücum futbolu oynayacaqlarsa nəsə nəticə əldə edə bilərlər. Amma daha çox müdafiəyə meylli futbol oynayıb əks hücumlarda rəqibi Xorvatiyanı tutmağa çalışacaqlarsa, bu halda mənə elə gəlir ki, Xorvatiya millisi daha üstün tərəf olacaq. Mən də elə düşünürəm. Mən bir də burada bir faktoru qeyd eləmək istəyirəm. Çünki burada Harry Kane
amili var. İngiltərənin yəni lideridir. Məncə heyətdəki ən yaxşı oyunçudur. Çox universal oyunçudur. Əsasən biz onu hücumçu kimi tanıyırıq, amma həm 10 nömrə mövqeyində, hətta bəzi oyunlarda geri arxaya çəkilib bir 8 nömrə box to box oyunçusu kimi topu alır, hücum qurur, pası çıxardır cinaha, sonra yenidən özü hücumun 3-cü fazasına keçir, orada topu qəbul eləyir. Çox möhtəşəm oyunçudur. Məncə bu oyunun nəticəsi biraz da Kane'in əhval-ruhiyyəsindən asılı olacaq. Əgər Kane istədiyini eləyə bilsə, yaxşı oynaya bilsə, İngiltərə cüzi, yəni çox cüzi bir mikro bir santim belə deyərdim ki, öndədir. Amma Kane'in oyunu alınmasa, Bellingham var orada, yəni alınmasa, İngiltərənin oyunu alınmasa isə Xorvatiyanı öndə görmək olar. Hər ikisi bir-birinə bab, bir-birinə tay olan rəqiblərdir. Maraqlı oyun gözləyirəm, əvvəldə də qeyd elədiyim kimi. Qana-Panama matçı var gecənin irəliləyən saatlarında. Mənə elə gəlir ki, bu maç öz qruplarında daha çox ən yaxşı 3-cü kimi olacaq. Bunu təyin eləmək baxımından yaxşı oyundur. Qana şübhəsiz ki, Afrikanın güclü ölkələrindən, güclü komandalarından biridir. Panama isə nisbətdə daha zəif görünür, amma qeyd elədik, bayaq da qeyd elədik, Capo Verde amili misalı var gözümüzün önündə. Yəni bir çox sürpriz nəticələr biz görmüşük. Ona görə bu oyun haqqında da yəni kəskin olaraq Qana 100% qələbə qazanacaq. Ümumiyyətlə heç bir oyun haqqında falan ki 100% qələbə qazanacaq demək doğru deyil. Çünki sürpriz hər zaman var. Xüsusilə də Dünya Kubokundasansa da bu oyunçular 2 qat, 3 qat əzmlə oynayırlar. Əsasən də nisbətən zəif görünən komandaların futbolçuları daha çox əzmkarlıq göstərib özlərini sübut eləməyə çalışırlar. Azərbaycanlı futbol sevərlər üçün isə bu oyunun xüsusi bir əhəmiyyəti var. Hamımız bilirik ki, Azərbaycan çempionatından Dünya Kubokuna çağırılan yeganə futbolçu var. Roderick Miller, Panama millisinin müdafiəçisi və kapitanıdır, komandanın kapitanıdır. Millerin çıxışını bəlkə xüsusi maraqla izləyən və istəyən azarkeşlərimiz olar. Sırf ona görə bu oyuna baxmaq istəyirlər. Sən bu oyunla bağlı qısa olaraq nə demək istəyirsən? Daha sonra isə gecənin yəni sonuncu oyununa keçərik. Hər iki komanda elə bir formadadır ki, yəni açığı demək olar ki, gecənin bəlkə də daha belə baxımlı futbol oynayan tərəfi bu iki komanda ola bilər mənə görə. Çünki həmişə eyni səviyyədə olan komandaların mübarizəsi daha belə maraqlı olur. Daha şən futbol. Bəli, daha şən futbol olur. Hər ikisi qrupda qalmaq üçün və ya daha yüksək nəticə göstərmək üçün özlərini daha yaxşı göstərirlər və hətta belə deyim ki, hər iki ölkənin heyətində o qədər də parlamayan ulduzlar var, hansı ki özlərini dünyanın ən böyük klublarına göstərməyə çalışa biləcəkləri ən yüksək mərtəbə buradır, dünya çempionatıdır. Elə Roderick Miller'in özünü götürə bilərik. Hazırda Azərbaycan Premyer Liqasında çıxış eləyir, amma hər bir futbolçunun karyerası ərzindəki xəyalı ilk 5-lik klublarında çıxış eləməkdir və dünya çempionatında da özünü yaxşı tərəfdən göstərib ora getməkdir və əgər Panama millisinin kapitanıdırsa və dünya çempionatında çıxış eləmək şansı əldə edibsə, mənə elə gəlir ki, Miller bu oyunda özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq. Ümid edirəm ki, həqiqətən də yaxşı tərəfdən də göstərə bilər özünü. Amma nəticə baxımından böyük hesab olmayacağını düşünürəm, amma həqiqətən də keyfiyyətli və baxımlı futbol olacağını düşünürəm. Çünki iki komandanın da səviyyəsi eynidir. Amma Panama misal üçün dünya çempionatına gələnə qədər keçirdiyi oyunlara baxsaq, yəni heç də zəif oyun təsiri bağışlamırdı. Çox da yaxşı oyun oynayırdılar. Amma rəqib haqqında çox da nəsə demək mümkündürmü? Sadəcə onu deyə bilərəm ki, az öncə bildirdiyim kimi də futbolçular sadəcə özlərini dünyanın ilk 5-lik ölkələrində olan klublarına göstərmək üçün əllərinə gələn ən yaxşısını eləyəcəklərinə görə bugün axşam çox yaxşı futbol oyunu göstərə bilərlər. Səhərə yaxın. Bəli, səhərə yaxın. Səhərə yaxın. Və bu günün son oyunu sabah səhər tezdən olacaq bu oyun. Özbəkistan-Kolumbiya oyunu. Özbəkistan, bəli, ən maraqlı oyunlardan biridir. Özbəkistan bizim üçün qardaş ölkədir, doğma ölkədir. Türkiyə kimi onlara da biz azarkeşlik eləyirik. Üstəlik də Özbəkistanda mənim şəxsən tanıdığım, keçən mövsümün yarısını bizdə keçirmiş Cəsurbək Cəlaləddinov, Sumqayıt Futbol Klubunda oynamış Cəsurbək Cəlaləddinov milliyə dəvət alıb, komanda ilə bir yerdə əsas heyətdədir. Bundan əlavə sabahda oynamış Umar Ali Rəhmanəliyev də ilkin heyətə çağırılsa da daha sonra əsas heyətə düşə bilmədi. Bunu, yəni bütün bu amilləri kənara qoysaq belə, yenə deyirəm Özbəkistan bizim üçün Azərbaycan üçün qardaş ölkədir, türk soylu ölkələrdən biridir. Kolumbiyaya qarşı oynayacaqlar, maraqlı heyəti var.
Eldar Şahmuradov var, Romada oynamışdı və son mövsümü Türkiyədə Başakşəhərin heyətində bombardir oldu. Türkiyə Süper Liqasının bombardiri oldu. Yəni təsəvvürlə Osimhenin, Icardi'nin olduğu çempionatda bombardir Şahmuradov oldu. Xusanov var, Manchester City ilə İngiltərə Premier Liqasında uğurlu bir mövsüm keçirdi. Guardiola'nın yəni belə tapıntılarından sevdiyi oyunculardan biri idi. Bir sıra başqa oyuncular da var. Kolumbiya isə aydın məsələdir ki, Cənubi Amerika ekolunun təmsilçisidir. Çox yaxşı, maraqlı, şən futbol oynayırlar. Yəni bu oyunla bağlı necə düşünürsən? Özbəkistan Kolumbiyanı məğlub eləsə və yaxud heç olsa bu sürpriz olarmı? Yoxsa yəni hansı nəticə sənin üçün sürpriz olacaq? Açığı belə deyim ki, könül istər ki, təbii ki, Özbəkistan millisi bu oyunda qələbə qazansın. Çünki dediyimiz kimi həm qonşu ölkədə, həm qardaş ölkəyik. Yəni heyətləri əslində heç elə də pis deyil. Dediyiniz kimi, yəni Xusanovun Manchester City-də oynayan bir futbolçunun müdafiə xəttində olması təbii ki, komanda üçün çox yaxşı nəticədir. Və hətta belə deyim ki, yəni Özbəkistan millisi bura qədər də heç də pis futbol sərgiləməyib. Yəni heç kimin gözləmədiyi anda dünya çempionatına vəsiqə əldə etmək, hansı ki bu bizim qonşu ölkələr arasında ilk ölkədir ki, dünya çempionatına vəsiqə əldə edib və orada çıxış eləyəcək. Kolumbiya millisi əslində əvvəlki Kolumbiya millisi ilə eyni formada deyil mənə görə. Yəni daha zəif təsir bağışlayır. Ona görə də düşünürəm ki, bu oyunda Özbəkistan millisi əgər öz oyununu göstərə bilsə və futbolçular həqiqətən də kompakt futbol sərgiləyə bilsələr, daha öncəki oyunlarda çıxış elədikləri kimi iradəli və əzmkar futbol sərgiləsələr, məncə Kolumbiya millisini hətta məğlub eləyə biləcək gücə sahibdilər. Az öncə qeyd elədiyiniz kimi Murali Rahmanaliyevin əvvəlcədən çağırılıb, sonradan milliyə dəvət alınması mənim üçün əslində biraz üzücü oldu. Komanda ilə bir yerdə ABŞ-dadır, amma sadəcə o əsas heyətə düşmədi. Bəli, əsas heyətə düşmədi və bu biraz üzücü oldu. Yəni kaş Azərbaycan Premier Liqasına çıxış edən klublardan daha çox sayda futbolçu getsəydi, həm oranın ab-havasını görmüş olardılar, həm də istər-istəməz bizim çempionatın da öz müsbət tərəfdən təsir eləyə bilərdi. Amma yenə də Özbəkistan millisinin hazırki heyəti elə də zəif deyil. İstər futbolçularımızdan kimsə çıxış eləsin, istər hazırki heyəti. Yəni mənə elə gəlir ki, Kolumbiya millisinə qarşı dediyim kimi kompakt oyun sərgiləsələr çox yaxşı nəticə əldə edə bilərlər. Amma Kolumbiya millisindən bu dünya çempionatında elə də yüksək nəticə gözləmirəm açığı. Yəni düşünürəm ki, mənə elə gəlir ki, yəni onların qrupdan çıxma ehtimalı belə, yəni Özbəkistan millisinə nisbətdə daha aşağı səviyyədir. Maraqlıdır. Bəli. Əgər Özbəkistan bu oyunda qələbə qazansa, mən sabahki verilişə, oyunun nəticələrlə bağlı verilişə bu formanı mənə bayaq adını çəkdiyim Cəsurbək Cəlaləddinov veribdi. Bu forma ilə çıxacağam və oradan Cəsura salamlarımı göndərəcəm. Ümid eləyək ki, Özbəkistan qələbə qazansın və mən bu forma ilə çıxım. Belə, bütün oyunlardan danışdıq. Həm baş tutan, həm bizi gözləyən oyunlardan. Məncə kifayət qədər axıcı, maraqlı veriliş alındı. Anar, təşəkkür edirəm. Çox sağ ol. İnteraktiv veriliş alındı. Qarşılıqlı bir-birimizin suallarımızı cavablandırdıq, fikirlərimizi tamamladıq. Bəlkə də növbəti verilişlərin birində yenə də görüşəcəyik. Sənə də uğurlar arzulayıram. Əziz tamaşaçılar, izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti verilişlərdə görüşənə qədər.